Salam değerli izleyiciler, 5 dekabr 2025-ci il ötən gecə Qobu Park 1 yaşayış masivində baş verən güclü yanğınla bağlı cinayət işi açılıb və bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, masivdə yerləşən çoxmərtəbəli yaşayış binasında 4 nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.2 və 225.3-cü maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinə tapşırılıb. Cinayət işi üzrə aidiyyatlı dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Maddi sübutlar götürülüb və digər zəruri ilkin istintaq hərəkətləri icra edilib. İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanuna müvafiq qərarın qəbul olunması təmin olunacaq, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Dəyərli izləyicilər, bu arada Qafqazinfo bir məlumat yayıb yanğının səbəbi ilə bağlı və deməli hadisəyə səbəb mənzildəki kombi aparatında baş verən partlayış olub. Hadisə zamanı eyni evdə yaşayan 2 məktəbli və onların anası dünyasını dəyişib. Qonşu evdə yaşayan təxminən 65 yaşlı kişi kömək etmək üçün içəri daxil olarkən həyatını itirib, onun həyat yoldaşı isə tüstüdən təsirlənərək xəstəxanaya aparılıb.